Hər vaxtınız xeyir, əziz seyircilər. NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi James Apaturay Ermənistanda səfərdə oldu və sonra belə bir açıqlama da verdi ki, Azərbaycanla Ermənistanın silahlanması bu iki dövlət arasında müharibənin başlayacağı anlamına gəlmir. Soyuq müharibə illərindən misal çəkdi ki, SSR və Amerika Birləşmiş Ştatları da xeyli silahlanmışdı, amma müharibə olmadı. Mənə elə gəlir ki, bu müqayisə çox qüsurludur. Birinci, SSR və Amerika Birləşmiş Ştatları nüvə dövlətləri idi. Məhz hər iki dövlətin nüvə silahına malik olması onları müharibədən çəkindirirdi. Buna rəğmən belə iki dövlət arasında münasibətlər zaman-zaman gərgin də olmuşdu. İki dövlətin tankları Berlində üz-üzə dayanmışdı. Karib böhranı yaşanmışdı ki, Sovetlərin Kubada yerləşdirdiyi raketlər az qala nüvə müharibəsinə rəvac verəcəkdi. Digər tərəfdən nə Sovetlər Amerikanın torpaqlarını, nə də Amerika Sovetlərin torpaqlarını işğal etməmişdi. Bizdə durum fərqlidir. Azərbaycan da silahlanır, Ermənistan da silahları Rusiyadan peşkəş alır. Və bu silahlanmanın hesabına Azərbaycan işğalçıya təzyiqi artırıb. Xatırlayın, 90-cı illərdən 2000-ci illərə qədər atəşkəs bu qədər intensiv pozulmurdu. Amma indi bizim imkanımız çatır ki, aldığımız müasir silahlar hesabına işğalçıya hərbi təzyiqi artıraq. Bugün dövlət başçısı İlham Əliyev azad olunan Cocuq Mərcanlıya səfər etdi. Fikrimcə, prezidentin bu səfəri ilə beynəlxalq aləmə əslində iki mesajı var idi. Birinci mesaj o idi ki, Cocuq Mərcanlının ətrafının azad olunması, Lələtəpə yüksələn azad olunması insanların geri qayıdışına və kəndin bərpa olunmasına şərait yaratdı. Bu o deməkdir ki, yəni sülh danışıqları uğurla nəticələnərsə, Cocuq Mərcanlı prosesi daha da genişlənə bilər, digər kənd və qəsəbələr də məskunlaşdırıla bilər. Bu, beynəlxalq aləmə çox ciddi mesaj idi. İkinci mesaj da var. İkinci mesaj odur ki, əslində Cocuq Mərcanlı sülh danışıqları nəticəsində azad olunmadı. Yəni, ətrafı daha dəqiqcə azad olunmadı ki, insanlar rahat yaşasın. Məhz keçən aprel döyüşlərinin nəticəsində insanlar Cocuq Mərcanlıya köçürülə bildi və bərpa işləri uğurla başa çatdırıla bildi. Bu da bir başqa mesajdır ki, sülh danışıqları nəticə verməsə ki, biz görürük ki, heç bir nəticə vermir, irəliləyiş yoxdur. Azərbaycan güc yolu ilə təzyiqi artıra bilər və Cocuq Mərcanlı kəndlərinin sayı daha da arta bilər. Mənə elə gəlir ki, üçüncü bir mesaj da olmalıdır. Mesajdan çox çağırış olmalıdır. Həmsədrlər bölgəyə səfər etdilər. Ermənistanda oldular, Dağlıq Qarabağda oldular. Bir müddət sonra Bakıya gəlməlidirlər. Mənə elə gəlir ki, həmsədrləri də elə Cocuq Mərcanlıya aparmaq lazımdır ki, öz gözləri ilə görsünlər vəziyyəti, bərpa işlərini, insanların geri qayıdışını və anlasınlar ki, bu prosesi genişləndirməyə ehtiyac var. Və onu da anlasınlar ki, sülh danışıqları nəticə verməsə, Cocuq Mərcanlı kimi başqa vasitələri Azərbaycan işə salaraq digər kəndləri də işğalçılardan azad edə bilər. Ona görə düşünürəm ki, həmsədrlər tək Bakı səfərlə kifayətlənməməlidir. Necə ki, Ermənistan üzərindən separatçı bölgəyə səfər ediblər, separatçıların nəzarət etdiyi bölgəyə səfər ediblər. Qarabağın bu hissəsindən də Azərbaycan tərəfi onların Cocuq Mərcanlıya səfərini təşkil etməlidir. Sağ olun əziz seyircilər, təşəkkür edirəm.